Paşinyan İlham Əliyevə təşəkkür etdi. 4 may tarixli gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdıraraq belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi İrəvanda keçirilən sammitdə video bağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi və qeyd eləyək ki, o bunu sammitdən sonra mətbuata yekun bəyanatı zamanı bildirib. Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da öz minnətdarlığını bildirib. Qeyd eləyək ki, bugün bütün qitədən və onun hüdudlarından kənarda liderləri ilə bir araya gətirən forum uğurla başa çatıb və fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim. Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram deyə Paşinyan bildirib. Baş nazirin sözlərinə görə məhz aparılan müzakirələr artan qlobal çağırışlar şəraitində səmimi dialoq və praktik həllərin zəruriliyini təsdiqləmiş olub. Həmçinin qeyd eləyək ki, müzakirələr regional əməkdaşlığın əhəmiyyətini və qitələr arası əlaqələrin genişləndirilməsi üçün açıq inteqrasiya olmuş və əlaqəli regionların potensialını bir daha vurğulayır və bu kontekstdə biz həmçinin Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyi məsələsinə də toxunduq deyə Paşinyan çıxışında qeyd edib.